19. Xalq şairi Bəxtiyar Vahabzadədəndir. Ot kimi istiqanlı, sel tək dəliqanlıyam, həyat qədər qədiməm, torpaq qədər şanlıyam. Nümunədəki sifətlər haqqında verilənlərdən biri yanlışdır. Baxın, yanlışı istəyir. Baxırıq. Burada ot kimi istiqanlı. Burada intonasiyanın parçalandığı bir nöqtədir və sən buna ikinci tərəfə baxırsan, görsən şəxs şəkilçisi var da, düzdürmü? Şəxs şəkilçisi var. Demək ki, burada da ixtisar olunub, istiqanlıyam anlamındadır. İstiqanlıyam. Aydındır. İntonasiya parçalanıb sadəcə. Deməli, sifətlərimiz hansılardır? İstiqanlı, dəliqanlı, qədim, şanlı. Bu sifətlərdir. Hamısı adi dərəcədədir, bəli. Heç birisi dərəcə əlaməti qəbul eləməyib, ona görə doğrudur. Hamısı xəbər vəzifəsindədir. İstiqanlıyam, dəliqanlıyam, qədiməm, şanlıyam. Dördü də xəbər vəzifəsindədir, doğrudur. Quruş isə sadə, düzəltmə və mürəkkəbdir. İstiqanlı, dəliqanlı, mürəkkəb, qədim, sadə, şanlı düzəltmədir, doğrudur. Hamısı keyfiyyət bildirir, bəli. Hamısı daxili keyfiyyət anlamını ifadə edir. Keyfiyyət anlamındadır. Yəni, bir var əlamət, bir var keyfiyyət. Bunlar keyfiyyət mənasını ifadə edir, doğrudur. Birinci misradakı sifətlər sinonimdir. İstiqanlı sözü məna baxımından, yəni semantik məna baxımından insana isti münasibət göstərən mənasında işlənir. Lakin dəliqanlıyam, dəliqanlı sözü həddi büluğa çatmış gənc cavan oğlan mənasındadır. Sinonimlər də deyilişi və yazılışı fərqli, lakin mənaları yaxın olan sözlərdir. Bunların mənaları tamamilə fərqlidir. İstiqanlının da mənası fərqlidir, dəliqanlının da mənası fərqlidir. Ona görə doğru cavab Y variantıdır. Ümid edirəm ki, izahlar faydalı oldu. Uğurlar əl birinizə.